Natan Peyğəmbər Davudun yanına gələndə başlayır ona Allahdan bir misal çəkməyə. Və o belə deyir. Deyir ki, bir varlı adam var idi. O varlı adamın çoxlu malı, heyvanı var idi. Və bir kasıb da var idi, onun bir quzusu var idi. Bu kasıb insan o quzunu öz balası kimi baxardı, yedizdirərdi, içizdirərdi, onun qayğısına qalardı. Bir gün varlı adamın qonağı gəlir və o öz malından heç bir şeyə qıymır, amma o kasıbın bir quzusuna, gözün dikdiyi bir quzusun götürür, yemək hazırlayır və o öz qonağına verir. Davud qəzəblənir. Davud bu yerdə əsəbləşir və qayıdır deyir ki, var olan Rəbb haqqı o adam ölməlidir. O etdiyi bu rəhimsizliyə görə cavab verməlidir. Və bilirsiniz, Natan Peyğəmbər qayıdır Davuda nə deyir? Qayıdır deyir ki, o sənsən. Mən təsəvvür edirəm Davud nə vəziyyətə düşür. Çünki Davud düşünmürdü ki, Natan ona qayıdıb deyəcək ki, bu sənsən. Eləcə də bu günləri hamımızın həyatında günah var. Biz özümüzü bəzən görmürük. Amma yaxşı olardı ki, bu günlər Allahın sözünü eşidək və tövbə eləyək. Və düşünməyək ki, bizim günahımız yoxdur. Hamımızın günahı var. Və Rəbb, Natan Peyğəmbər başlayır Davuda bir sadalamağa ki, Allah sənə nə istədin verdi. İndiki müasir dillə desək, ev verdi, maşın verdi, arvadlar verdi, evladların, malın, pulun, hər şeyin var. Və daha nələr istəsəydin sənə nələr verərdi. Və Davud başa düşür ki, o Rəbbə qarşı günah eləyib və tövbə eləyir. Və qayıdır deyir ki, qoy Rəbb məni bağışlasın. Mən Rəbbə qarşı günah işlətmişəm. Bilirsiniz, əziz bacılarım, qardaşlarım, biz olur ki, günah işlədirik, düşünürük ki, bunu heç kim bilmir də. Amma bir şey bilək ki, Rəbb İsa Məsih hər şeyi bilir.